Gəlil su nədir? Gəlil su, yerdən özü-özünə çıxmayan və kür sudan az olan suya deyilir. Əgər gəlil su nəcis bir şeyin üzərinə tökülsə və ya nəcis bir şey ona toxunsa, su nəcis olur. Amma su yuxarıdan təzyiqlə aşağıya nəcis şeyin üzərinə tökülürsə, yalnız nəcisə çatan hissə nəcis olur, ondan yuxarıda qalan su isə pakdır. Həmçinin su fontan kimi aşağıdan təzyiqlə yuxarı qalxırsa, əgər nəcasət yuxarıdakı suya çatarsa, aşağıdakı su nəcis olmur. Əgər nəcasət aşağıdakı suya çatarsa, yuxarıdakı su da nəcis olur. Nəcis bir şeyin üzərində olan nəcasəti aradan qaldırmaq üçün gəlil su tökülüb, sonra həmin su ondan ayrılarsa, o su nəcis sayılır. Həmçinin nəcasətin özü aradan qalxdıqdan sonra həmin nəcis şeyi paklamaq üçün üzərinə tökülən gəlil su da ondan ayrıldıqda ondan çəkinmək lazımdır, yəni nəcis hesab olunur. Amma sidik və nəcis çıxan yeri yumaq üçün istifadə olunan su müəyyən şərtlərlə pak sayılır. Bunun üçün 5 şərt var. 1. Suda nəcasətin iyi, rəng və ya dadı dəyişməməlidir. 2. Kənardan başqa bir nəcasət həmin suya toxunmamalıdır. 3. Sidik və ya nəcislə birlikdə qan kimi başqa bir nəcasət də çıxmamalıdır. 4. Suyun içində nəcisin xırda hissəcikləri görünməməlidir. 5. Nəcasət məxrəc ətrafına adi haldan artıq yayılmamalıdır. Bu 5 şərt yerinə yetirilərsə, sidik və nəcis çıxan yeri yumaq üçün istifadə olunan su pak sayılır.